Qədir gecəsi ilk olaraq oyaq qalmaq tövsiyə edilir. Biz əhya sözü işlədirik. Əhya dirilik mənasını ifadə edir. Yəni insanın diri olması, dirilməsi mənasını ifadə edir. Əhya gecəsi, yəni qəlblərin oyandığı, qəlblərin dirildiyi bir gün. İnsanın təkcə gözünün oyaq qalması lazım deyil bu gecədə. Həm də insan qəlbən oyanmalıdır, özünü təftiş etməlidir, öz keçmişini bir daha gözünün önünə gətirməlidir, buraxdığı səhvləri etiraf etməlidir. Bu gecə düşünmək fürsətidir. Qədir gecəsində eyni zamanda müəyyən dualar edilir. Quran baş üzərinə qaldırılır, onun üzərində müəyyən anlar verilir Allaha. 14 məsumun adı çəkilir və öz dualarımızı edirik. Qədir gecəsinin xüsusi namazları var. Kitablarda qeyd olunub və 2 rükət Qədir gecəsinin namazı var. Dua kitablarına insanlar müraciət edə bilər və o namazın da qaydasını öyrənə bilərlər. Hədislərdə qeyd olunub ki, namazı bitirən kimi Allahın özünü və valideynlərini bağışlayır. Yəni Qədir gecəsi bir rəhmət gecəsidir. İnsan müxtəlif əməllər edə bilər. Qədir gecəsi oyaq qalmamaq günah deyil, yəni yatmaq günah deyil. Amma bu böyük bir mühüm fürsətdir və adamın heyfi gəlir ki, belə bir fürsət zamanı insan yuxuda olsun və bu fürsətdən yararlana bilməsin. Fürsətdən yararlanmaq üçün isə oyaq qalmaq, o gecəni mümkün qədər ibadətdə keçirmək, dualar deyildikdə həm kitablardan nəql olunmuş dualar, eyni zamanda da öz dilimizdə, öz başa düşdüyümüz tərzdə Allahla danışmağımız lazımdır. Öz istəklərimizi Allaha ifadə etməyimiz keçərlidir. Yəni elə öz dilimizdə də olsa, qəlbimizdən gələn sözlər Allaha deyilərsə, bu bir səmimi ünsiyyət yaranmasına səbəb ola bilər.